işə hazırlaşıram. Hər kəs salamlar. Mənim sevimli izləyicilərim, bu videonu Azərbaycan zəhmətkeş stilistlərimizə həsr edirəm. Günüm necə keçir? Bir günüm demək olar ki, 1 dəqiqə kimi keçir. Bir səhər açıldı, axşam oldu, bir də səhər oldu. Günüm 1 dəqiqə kimi belə keçir. 24 il bundan qabaq saat 6-dan 7-dən düz axşam saat 12-1-ə kimi işləyirdik. Soruşacaqsınız, bəs indi 24 ildən sonra yenə də ayaq üstə qızlar. Saat 10-da birinci müştərim toya gedir, toya hazırlaşır. Saçlarını edərkən digər müştərim saçlarını burmaq istədi və keçirəm onun saçını bururam. Təkrar gəlirəm öz müştərimin, birinci müştərimin yanına, onun saçını bururam, makiyajını edirəm, belə gözəllik əldə edirik. İş zamanı saçlar düzəldərkən, makiyajlar edərkən Tamila xanım deyərkən mən həmən oradayam, hicablı gəlinlərimizin yanında. Və yenə də qayıdıram saç makiyajlarıma. Böyle bir şey yok. Böyle yapacağım. Bu da afaqımızın saç və makiyajı qızlar. Bax, belə bir gözəllik əldə etdik. Digər müştəri anasıdır. Anasının da saçını, makiyajını etdim qızlar. Sonra Ayşə gözəlim gəldi. Toya hazırlaşır, saçını kəsmək. Makiyajını da etdim. Saat oldu, saat 18:30. 7-nin yarısı. Bu gözəli necə bəzəməyəsən, necə? Belə bir gözəllik qızlar. Ayşə ilə sağollaşdıq və saat 8-dir. Anne qız gəlib saçların kolkasını kəsdirməyə. Bugün stilistlərimizin bayramıdır. Zəhmətkeş stilistlər, sizi təbrik edirəm. Allah sizə can sağlığı versin. Həmişə belə yaradasınız, ayaq üstə olasınız. Ruzu bərəkətiniz hər zaman sizinlə olsun. And if you hear this and then go and bend your back, go and bend your knees, baby, shake it to the max.